gündəlik görmək, anlamaq üçün Quran yalnız ərəb dilindən oxunmalıdır? Quran ərəb dilində oxuduğunuz zaman siz əgər o dili bilmirsinizsə heç bir həqiqəti görməyəcəksiniz. Anlamayacaqsınız. Dil necə bilməkdən söhbət edir? Yəni Ərəbcə oxuyursansa yəqin ki artıq bir biliyim var da, yoxsa? Xeyr. Məsələn, Quranın bu günlərim oxunmağı, məsələn, adam ərəbcə üzündən hərfləri oxumağı öyrənir. Ondan sonra hərəkələrlə oxuyur. Açıb orada Qurana baxdığı zaman üzündən oxuya bilir. Üstəgəl təcvidi də öyrəndiyi zaman bir də baxırsınız ki, təcvidlə oxuyur. Biraz da baxırsınız ki, səsi var bunun, ahənglə bunu oxuduğunun şahidi olursunuz. Avazla oxuduğunu görürsünüz. Siz bunu oxuduğunuz zaman oradan heç nə başa düşmürsünüz. Məsələn, deyək ki, orada bir ayə var. Məsələn, Yasin surəsinin 2-ci səhifəsində keçir. وَضْرِبْ لَهُمْ مَثَلًا أَصْحَابَ الْقَرْيَةِ Bunu bir var avazla oxuyasınız. Bir də var orada Azərbaycanla deyirsiniz ki, Allah bir kənd əhalisini misal çəkdi. Və yaxud da bunu musiqi ilə oxuduğunuz zaman bu dəyişirmi? Anlaşılırmı? Xeyr. Ona görə Quranın göndəriliş məqsədi onun musiqi ilə, ahənglə, avazla, sadəcə ərəb dilində oxunması deyil. İbrahim surəsinin 4-cü ayəsində deyir ki, yəni Allah hər bir xalqın öz dilində elçilərlə göndərirsə, deməli hər kəs öz dilində bu elçilik missiyası olan Quranı oxuyub, anlayıb, dərk eləyib, həyatında tənzimləməli, həyatında həyata keçirməli və həyatına sirayət elətdirməlidir, əks etdirməlidir. Bu olduğu zaman onu anlayırsan. Yoxsa bir şey təsəvvür edin ki, sizə bir dənə mesaj gəlir. Hamın o mesaja baxırsınız ki, Çincə gəlib. Siz də bunu gülüb və yaxud da ağlayıb və yaxud da hər hansısa bir fikir bildirə bilərsiniz. Bu xeyr, mümkün deyil. Niyə? Ən yaxşı halda bunu ya Google Translate ilə, ya DeepL ilə və yaxud da hər hansısa bir proqramla süni intellekt vasitəsilə tərcümə eləməyə çalışacaqsınız. Yaxud da bilən bir adamdan soruşacaqsınız. Tərcüməsini bildiyiniz zaman orada nə yazılıbsa, ona uyğun olaraq hərəkət edəcəksiniz. Bəlkə də bu reklam idi, sizə heç bir aidiyyatı olmayıb bunun. Ona görə Allah bizə 6236 mesaj göndərib, SMS göndərib. Biz bunu öz ana dilimizdə oxuyub, dərk eləyib, başa düşüb, həyatımıza sirayət elətdirdiyimiz zaman bunun mənası olacaq. Yoxsa bilmədən bunu oxumağın mənası olmaz təbii ki. Əgər Quran dirilər üçün nəzərdə tutulubsa, bəs biz onu niyə daha çox ölülər üçün oxuyuruq? Bəli, deməli, buradakı əsas məsələ ondan ibarətdir ki, bugün bu hərəkətləri eləyənlər Quranı məqsədinə görə deyil, öz mənfəətlərinə görə oxuyurlar. Çünki Quranın heç bir yerində Quranın ölülər üçün olduğuna dair bircə belə ayə yoxdur. Tam əksinə, Yasin surəsini oxuyurlar. Yasin surəsinin özündə belə, hətta Yasin surəsinin 70-ci ayəsində لِيُنْذِرَ مَنْ كَانَ حَيًّا deyir. Diri olanlara xəbərdar edilməsi üçün göndərildiyini bildirir. Sonra həmin Yasin surəsinin 21-ci ayəsində orada elçilərin söhbətində deyilir ki, sizdən heç bir mənfəət istəməyənlərə tabi olun. Yəni bunu Azərbaycan dilində necə oxusun həmin o din xadimi, həmin o molla, axund, imam? Çünki bunu Azərbaycan dilində oxuduğu zaman bu adam gəlib orada olduğu müddət ərzində öz saat hesabına və yaxud da orada olduğuna görə müəyyən mənfəət əldə eləyəcək, müəyyən vəsait qazanacaq. Bunun missiyası odur, bunun qarşısına qoyduğu məqsəd budur. Amma bunu oxuduğu zaman Azərbaycan dilində oradakı insanlar deməzmi ki, sən özün öz oxuduğuna zidd gedirsən? Yəni bunu təbii ki eləməzlər. Bundan başqa məsələn, İnsanlar hər hansısa biri vəfat elədiyi zaman bir də görürsünüz ki, 40-ında güya xətm eləyirlər. Xətm elədikləri də bilirsiniz nədir? Deyir ki, Quran-ı Kərim Peyğəmbərə istinad edilən belə bir sözdən istifadə edirlər. Deyirlər ki, İxlas surəsi Quranın 1/3-idir. Ona görə Quranı 3 dəfə İxlas surəsini oxuduqları zaman Quranı bir dəfə oxumuş kimi hesab edirlər. Sonra da onu xətm elədiklərini iddiyorlar. Güya Quranı başdan sona qədər oxudular. Güya bunu da ölənin ruhuna tapşırırlar. O zaman bilirsiniz nədir? Sanki Allah burada ölənin ruhuna bu tapşırır. Allah bunu götürür. Həmin o adları çəkilən adamlar arasında bölüşdürür. Bizim Allah təsəvvürümüzün belə yanlış, səhv olduğunu buradan görürük. Ona görə Quran heç bir zaman ölülər üçün deyil, olması mümkün deyil. Sonuncu Peyğəmbərimiz də ömründə heç bir zaman nə ölən övladları üçün, nə yaxınları üçün Quran oxumayıb, ehsan verməyib, belə bir məclis qurmayıb. Buna görə də durub insanlara tam əksinə, məsələn, baxırsınız ki, Peyğəmbərə istinad edilən rəvayətlərdə belə bir tarixi məlumat verilir ki, oğlu İbrahim öldüyü zaman ağlayır. Orada belə bəzən günəşin tutulduğunu iddia edən insanlar olur ki, Peyğəmbərin oğlu öldüyünə görə qeyd edilir. Peyğəmbərimiz orada isə Qurandan bir ayəni gətirir ki, günəş də, ay da Allahın ayələrindən biridir. Onlar onlara qeyd edilən
hərəkətlər üzrə dövr eləyirlər. Yəni belə anında belə peyğəmbər insanlara dərs verib və Quranı çatdırıb. Ona görə insanların bu günlərin bunu ölülər üçün oxuması bir növ həqiqətən dini biznes sahəsinə çəkilməsidir. Bu İslamın istədiyi bir məsələ deyil. Tamamilə Quranın oxu əmrinə zidd olan bir yanaşmadır. Allah bizdən oxuyub əməl etməyimizi istəyir. Çünki başqa ayələrdə, məsələn, Zilzal surəsində deyir ki, bir insan yaxşı bir iş görərsə mütləq onun əvəzini görəcək, kim də yanlış bir iş görərsə mütləq əvəzini görəcək deyə ayələrdə bizə buyurur bunlara. Azərbaycanda dinlə bağlı təhsil yetərlidirmi, yoxsa bir çox din xadimləri işə alınır? Yəni bunu deyə bilər ki, Azərbaycandakı dini təhsili faktiki olaraq Azərbaycan İlahiyyat İnstitutu həyata keçirir və bu İlahiyyat İnstitutunun ötən gün qurucu rektoru ilə bizim bir televiziya məkanında müzakirəmiz olmuşdu. Orada da gördüm ki, təəssüflər olsun ki, həmin orada rektor və digər müəllimlərin özləri belə məzhəb xarakterli din anlayışını yenə də həmin o gənclərimizə ötürürlər. Quran mərkəzli bir din anlayışı deyil. Yəni rəvayətə uyğun olaraq din anlayışını həmin o gənclərimizi yetişdirirlər. Məsələn, birini misal deyim, biraz əvvəl danışdığımız məsələ, həmin o müəllimlərin özləri, həmin o institutun özünün, deyək ki, YouTube kanalında baxıram ki, video çəkibdilər, Quranın ölüyə oxuna bilməsi ilə bağlı söhbət edirlər. Heç bir Quran ayəsi gətirilmir, bu haqda deyilmir, ümumi söz yığınlarını və bunu da məhz oranın müəllimləri olduqlarına görə iddia edirlər. Amma bunun belə olmaması ilə bağlı Quranda konkret ayələrin olduğunu görürük. Və mən buradan gəldiyim nəticə olur ki, bugün orada keçilən dərslər hər nə qədər məzhəblər üstü olduğunu iddia eləsə də, məzhəblər üstündə belə qeyd edirlər. Yəni şiəliyə görə də Quran ölüyə oxumaq olar, sünniliyə görə də oxumaq olar və onlar ikisini əsas alaraq, bəli, ölüyə Quran oxumağın olduğunu qeyd edərək bu cürə tədris edirlər. Halbuki məzhəblər bizi ən böyük bölücülüyə, fitnəyə aparan bir məsələdir. Ona görə mən deyirəm ki, tək İlahiyyat İnstitutunda deyil, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və yaxud da digər qurumlarda çalışan insanlarımızın dini ola bilər. Bu təbii bir prosesdir. Heç kim buna qadağa qoya bilməz, heç kim buna etiraz eləyə bilməz. Sadəcə o insanların hansısa bir məzhəbə mənsub olmaları bir ciddi təhlükədir. Çünki məzhəblərə görə bu günlərin hansı məzhəb olursa olsun, namaz qılmayan hökmü öldürməkdir. İçki içənin hökmü öldürülməkdir. Və yaxud da dindən dönənin hökmü öldürülməkdir. Qurana baxırıq, belə bir hökmlər varmı? Xeyr, bunların heç biri yoxdur. Amma bu insanlar Quranla getdiyini deyən, özlərini müsəlman adlandıran insanlardır. İnsanlarda da, başqalarında da belə bir təəssürat yarandığı zaman, təbii ki, İslama qarşı, müsəlmanlara qarşı mənfi bir fikir formalaşır və həmin o mənfi fikir o insanların ateizmə, deizmə, agnostizmə sürüklənməsinə gətirib çıxarır. Çünki həmin o ilahiyyatın tələbələrindən biri yaxınlaşdı bir dəfə mənə. Qeyd elədi ki, bir gənc qızımız idi. Özünün ateist olduğunu, deist olduğunu qeyd elədi. Səbəbini soruşduğumda dedi ki, bəs müəllimlərdə bu verdiyimiz suallara cavablar ala bilmirik. Aldığımız cavablar bizi qane eləmir. Ona görə də mən sizə gəlmişəm və sizlə bu məsələləri müzakirə eləmək istəyirəm. Qızımızın adını çəkib orada pis vəziyyətə qoymaq istəmirəm. Ona görə bizim belə bir tədbirimizə gəlmişdi həmin qızımız. Belə bir müzakirəmiz oldu və gəldiyimiz nəticə odur ki, bu insanlar keçmişdə mövcud olan həmin o dini tədris anlayışını eyni şəkildə sadəcə müasir geyimlərlə gətirib insanlara təqdim edirlər. Çünki ölkə başçısı bu günlərin onların nə istəyibsə, nə tələb eləyibdilərsə, nə arzulayıbdılarsa, nə qarşılarına bir layihə qoyubdularsa, hamısı təsdiq edilib, hamısını qəbul edilib. Məscidlər deyibdilərsə, məscidlər həyata keçirilib. Məktəb deyibdilərsə, İlahiyyat İnstitutu formalaşdırılıb. Kollec deyibdilərsə, kollec tədris olunub. Vəsait deyibdilərsə, küllü miqdarda vəsait verilib. Hətta həmin o Azərbaycan İlahiyyat İnstitutundakı müəllimlərin digər universitetlərdəki müəllimlərdən daha artıq maaş aldıqlarını bilirik. Yəni bunun qarşılığında bunların verdikləri nədir? Təəssüflər olsun ki, çıxıb hər hansısa bir kanalda dini savad olmayan bir şəxsə seyidim, seyidim, seyidim deyib müraciət edib, həmin o insanlara ötürməli olduqları ki, İslamda seyidlik anlayışı yoxdurun, əksinə gedən təəssüflər olsun ki, belə bir yanlış təhsil formamız var. Bəzi din adamları sizi kafir adlandırırlar. Niyə bu qədər düşmənçiliyə məruz qalırsınız? Yəni, həqiqət həmişə acı olur. Məsələn, həqiqəti dediyimə görə yaxınlarımdan belə yanlış bir qarşılıq görmüşəm.
Amma mən demişəm ki, mənim üçün həqiqət hər şeydən ucadır. Ona görə bəzən həqiqəti dediyiniz zaman siz onların dininin kafiri olursunuz. Çünki Qurana baxdığımız zaman kafir sözü bir neçə mənada işlənir. Məsələn, kafir sözü nankor mənasından da gəlir. Kafir sözü əkinçi mənasından da gəlir. Kafir sözü Allahın bildirdiyi həqiqətlərin bilərək üstünü örtmək mənasından gəlir. Siz onlar özləri bir din formalaşdırıb, adını sadəcə İslam qoyublar. Bu Allahın indirdiyi din deyil. İnsanların uydurub adını İslam qoyduqları dindir. Həmin o dinə görə siz həmin o dinin kafirisiniz. Çünki niyə? Onların dediklərinin həqiqət olmadığını deyirsiniz. Məsələn, peyğəmbərləri möcüzələrlə təqdim etməyə çalışan insanlara deyirsiniz ki, tamam, gözəl, möhtəşəm. Əgər peyğəmbər, misal üçün Musa peyğəmbərimiz əgər dənizi yarıb keçibsə, bu insanlar da o qədər böyük, möhtəşəm bir möcüzəni görübdülərsə, onu keçəndən sonra niyə həmin o insanlar zinət əşyalarından bir buzov düzəldib ona sitayiş eləməyə başladılar? O zaman bu möcüzənin bir mənası qaldı mı? Yaxud da Peyğəmbərimizlə bağlı özləri deyirlər ki, Quran-ı-Kərimin İsra surəsinin 59-cu ayəsindən belə tərcümə verirlər ki, bizi möcüzə göndərməkdən vaz keçməyimizə səbəb əvvəlkilərin onları yalanlaması idi. Amma buna baxmayaraq, Quranda möcüzə söz də keçmir. Amma bəzi sözlərə möcüzə mənası verirlər. Sonra da Peyğəmbərimizin özünün, təsəvvür edin, sonuncu Peyğəmbərimizin özünün haqqında Peyğəmbərimizin möcüzələri deyək, yüzlərlə, hətta bəzən 500-dən çox möcüzəni onun adına aid eləyirlər. Yəni, bu din anlayışı ola bilməz. Siz bunları inkar elədiyiniz zaman, olmadığını dediyiniz zaman, həqiqətləri üzə çıxardığınız zaman adamların təbii ki, bu günə qədər gələn mövcud sistemlərdən qarşı çıxırsınız. Həmin o çayın axınına qarşı gəldiyinizə görə sizə dəli və yaxud da kafir və yaxud da nankor və yaxud da müşrik və yaxud da münafiq, zındıq kimi terminlərdə müraciət edirlər. Bu təbiidir. Mən bunu bu yola çıxanda bilmişəm. Bilirdim qarşıma çıxacaq. Hətta bilirdim müxtəlif cürbəcür ləkələr atacaqlar, böhtanlar atacaqlar. Bilirdim ki, məni qıcıqlandırmaq üçün məsələn kimlərsə ortaya çıxıb özünü başqa cür təqdim eləyəcəklər. Mənlə bağlı adını adlandırmağa çalışacaqlar. Oradan prim qazanmağa çalışacaqlar. Yaxud da əksinə eləməyə cəhd eləyəcəklər. Bu təbii bir prosesdir. Ona görə bu insanları da anlayışla qarşılayıram. Amma sadəcə ümid edirəm ki, o insanlarımız, o qardaşlarımız, o bacılarımız özləri bir cəhd eləyib, araşdırsalar, axtarsalar, bu nəyi deyir? Yəni, şəxs üzərindən deyil, deyilənləri Qurana əsaslanıb, əsaslanmadığını bilsələr, ondan sonra inanıram ki, düzgün yolu qəbul edib, bu dediklərindən peşman olub, halallıq istəyəcəklər. Dinə baxışınıza görə həyatınız üçün də təhlükə yaranır. Bu təhdidlərdən, təhlükələrdən necə yayınırsınız? Bilirsiniz necədir? Heç kimin belə bir zəmanəti, belə bir qarantiyası yoxdur ki, bu təhlükələrdən tamamilə qoruna biləcək. Çünki bizim təsəvvür edin 10 illərdir Milli Məclisdə təmsil olunan bir millət vəkilimizə qarşı, hətta özü Ramazan ayında iftardan çıxıb evinə gələrkən, ailəsinin yanına gələrkən, başqa bir iftardan çıxan şəxs həmin o müxtəlif silahlarla atəş açır və öldürməyə cəhd edir. Daha doğrusu öldürmək istəyir, alınmır və görürük ki, ömürlük artıq həbsə məhkum edildi. Yəni, bu insanları görəndən sonra Milli Məclisdə olan bir insana qarşı bunlar edilirsə, bizə edilib edilməməsi ilə bağlı bizim bir zəmanətimiz yoxdur. Yəni, sadəcə olaraq biz Allahımıza güvənirik. Allahımız hara qədər bu proses davam eləyərsə, o gedəcək, amma dövlətimiz bu məsələdə öz üzərinə düşən missiyasını həyata keçirir və təhlükəsizlik baxımından da müəyyən addımların atıldığını görürük, yaşayırıq. Çünki bilirəm ki, bəli, bəzilərinin siyasında adımız var. Bununla bağlı müəyyən təhdidlərin olduğunu bilirik. Müxtəlif Azərbaycan güc strukturları da bununla bağlı öz addımlarını atırlar. Bunları sadəcə olaraq biz ictimailəşdirmək istəmirik. Ümid eləyirəm ki, o insanlar da elədiklərinin qarşılığını görəcəklər. Amma inanıram ki, onlar belə fikirləşməkdənsə Allahın dininə daha çox yanaşsalar daha gözəl olar. Çünki həm dünyalarını, həm axirətlərini xilas eləmiş olarlar. Çünki Quran-ı Kərimdə var ki, bir insanı öldürmək bütün bəşəri öldürmək kimidir. Amma onlar o insanı, məsələn, fitnəkar görürsə, əgər səni fitnə fəsad törətdiyini iddia eləyirsə, kafir adlandırırsa, bunun hökmü artıq verilmiş deməkdir. Çünki həmin o insanların düşüncəsinə görə, onların dininə görə, onların məzhəbinə görə bir adamı kafir adlandırmaq, o adamın artıq ölüm hökmünə fətva vermək deməkdir. Bu, onların məzhəblərində mövcud olan bir şeydir. Onlara görə dindən dönmüş sayılır,
Dindən dönənin hökmü də həmin o məzhəblərə görə mürtədin hökmü ölümdür. İbadəti başa düşmədən etmək, ibadət sayılırmı? Xeyr, təbii ki. İbadət əslində geniş bir məfhumdur. Bir insana qarşı elədiyimiz təbəssüm belə, insanın əhval-ruhiyyəsini dəyişirsə, bunun özü də ibadətdir. Yolda keçən bir daşı oradan götürüb kənara atmağın özü də bir ibadətdir. Bir insana qarşı etdiyimiz yaxşılıq da bir ibadətdir. Namaz qıldığımız zaman onun özü də bir ibadətdir. İşimizə layiqincə yanaşıb, məsuliyyətli yanaşdığımız zaman onun özü də bir ibadətdir. Ailəyə qarşı yanaşdığınız yanaşmalar onun özü də bir ibadətdir. Dərs oxuduğunuz zaman tələbənin oxuduğu dərsin özü də bir ibadətdir. Çünki bunların hamısı mövcud olanlar üzərində. Sadəcə təəssüflər olsun ki, ibadət anlayışını gətirib, məhdudlaşdırıb, dar bir çərçivəyə salıbdılar. İndi sizin verdiyiniz suala o tərəfdən yaxınlaşım. Bəli, həqiqətən bir insan namaz qılırsa, qıldığını başa düşmürsə, düşmədən eləyirsə, onun missiyası sadəcə əyilib qalxmaqdan ibarət olacaq. Bu artıq ibadət deyilən bir hökmdə deyil. Və yaxud da namaz qılandan sonra bu insan bilmədən yenə də öz həyatını eyni şəkildə davam elətdirirsə və müsbətə doğru bir irəliləyiş yoxdursa, bu ibadətin ona nə faydası olacaq? Yaxud bir insan oruç tutursa, oruçdan da insanlarla münasibətini əsəbi formada davam elətdirirsə, bu o zaman ona ancaq ac qalmaq və susuz qalmaqdan ibarət olan bir diyeta hökmündə olacaq. Bu artıq o ibadət hökmündən uzaqlaşmış olur. Ona görə biz elədiklərimizin nə olur olsun, mahiyyətini dərk etməliyik. Ki, həqiqətən bu nə üçündür? Məqsəd nədir? Məsələn, deyək ki, bir insan oruç tuta bilər. Oruç tutandan sonra bunun nə üçün olduğunu, məsələn, Allah Quran-ı Kərimdə bildirir ki, daha çox məsuliyyətli olmağınız üçün olduğunu bildirir. Həmin o ayəni əsas tuturuq, biz buna görə həyatımızı tənzimləyirik. Amma bir də görürük ki, bir dənə elmi araşdırma çıxır ki, oruç tutan insanlarda müəyyən bir formada həmin o bədəndəki hüceyrələr digər, məsələn, xərçəng hüceyrələrinə qarşı burada qalib olurlar, onu məhv eləyirlər kimi bir elmi araşdırmalarda biz nəticəsini görürük. Amma bizim məqsədimiz o deyil ki, bunun üçün oruç tutaq. Biz Allah buyurduğu üçün, bizə faydalı olduğunu düşünərək həmişə bunu eləyirik. Allahın birinci əsas buyruğunu nəzərə alaraq eləyirik və bunun nəticəsində də təbii ki, Allahın buyurduğunda heç bir mənfilik ola bilməyəcəyinə görə müsbət nəticələrini də bu gün elm də bizə təsdiq eləyir. Son zamanlar güya İmam Mehdi zühur edib kimi fikirlər səsləndirilir. Videodakı şəxsi ingiliscə vərəqdən seminar oxuyur. Bu haqda münasibət bildirərsiniz. Sadəcə bilirsiniz nətərdir? Bu təəssüflər olsun ki, bütün məzhəblərdə var. Şiəsi də, sünnisi də, hamı bir Mehdinin gəlişini gözləyir. Bundan başqa İsa Peyğəmbərin gəlişini gözləyirlər. Xristianlar da İsa Peyğəmbəri gözləyirlər. Yəni bu təəssüflər olsun ki, natamamlıq kompleksidir. Yəni insanların özlərinin eləyə bilmədiklərini və yaxud da etmədiklərini, tənbəlliklərindən gözləyir ki, bizim əvəzimizə başqaları gəlib eləyəcək. Yəni Mehdi gəlib nə edəcək? Məsələn, bu günlərin Şiənin Mehdisi ilə Sünninin Mehdisi fərqlidir. Şiənin Mehdisini gəlsə Sünnilərin Mehdisi qəbul eləməyəcək, Sünnilərin Mehdisi gəlsə Şiələr qəbul eləməyəcəklər. Yəni yaxud da İsa Peyğəmbər gəlsə, İsa Peyğəmbəri məsələn müsəlmanlar qəbul eləməyəcəklər, xristianlar fərqli qəbul eləyəcək, amma müsəlmanların deyək ki, İsası gəlsə, onlar deyəcək, biz Tanrı olaraq qəbul edirdik, onu qəbul eləməyəcəklər. Bunların özləri hamısı başdan sona qədər yanlış bir şeydir. Əgər həqiqətən belə bir mehdilik varsa, məsələn, Bosniya-Hersegovinanın, Allah rəhmət eləsin, keçmiş başçısı var idi, Aliya İzzətbəqoviç, onun gözəl bir ifadəsi var idi ki, mehdilik bizim tənbəlliyimizin adıdır, deyirdi. Yəni, bunu bir növ başqa bir uşaqla bağlı da əlaqələndirmək olar. Uşaq bir-birindən dalaşdığı zaman, gücü çatmadığı zaman deyir, atam gəlsin gör nə edəcəm misalı kimi. Biz də özümüz, öz üzərimizə düşən missiyanı eləməyin əvəzinə, öz üzərimizə düşən öhdəliyi yerinə yetirməyin əvəzinə gözləyirik ki, başqa birisi gəlib bizi xilas edəcək. Bizim üçün Mehdimiz Qurandır. Quranda da Mehdilikdən bəhs olunmur. Çünki Mehdinin özü həmin zaman baxırıq ki, ismi fail deyil, məfuldur. Yəni, hidayət olunan mənasında götürürsə, hər kəs, müsəlmanların hamısı özünə hidayət olunmuş sayırsa, hamısı Mehdidir bu mənada. Bizim gəlmiş olan kitabımız var. Kitaba baxaraq biz baxaraq öz həyatımızı tənzimləyə bilərik. Öz həyatımızı yaşaya bilərik. O insanlar üçün göndərilmiş bir konstitusiya deyil, həyat yolu kitabıdır. Bizə yolumuzu göstərir. O roadmap deyirlər. Bizim yol xəritəmizdir. Biz ona baxdığımız zaman yolumuzu tapa bilirik. Allah da bizə burada seçim verir. Həmin seçim hüququnda da istəyən deyir kafir olsun, istəyər iman gətirsin. Allah bizə seçim verirsə, bunun əksini iddia eləmək Allahlıq iddiasıdır.
Başqa bir İnsan surəsinin 3-cü ayəsi var. Deyir, istəyən şükür eləsin, istəyən naşükür olsun. Yəni bu seçimi Allah bizə verirsə, əksini iddia eləmək heç bir şəkildə doğru deyil. Sadəcə biz öz seçimlərimizə görə də hər bir zaman sabahların nəticəsinə qatlanırıq. Ya bunun əvəzində elədiyimiz yaxşılıqlara görə mükafatlandırılacağıq, ya da elədiyimiz səhvlərə görə əvəzini mütləq görəcəyik. Bildiriz ki, xristiyanlar da İsa'nı gözləyir. Bəli. Biz müsəlmanlar Mehdini gözləyirik. Quranda yaxud da xristiyanların kitabında onların geri dönəcəyinə dair məlumat varmı ki, insanlar onları gözləyir? Baxın, Qurana baxdığımız zaman Quranda Mehdinin gəlişi ilə bağlı heç bir ayə görə bilmərsiniz. İsa Peyğəmbərin gəlişi ilə bağlı tərcümələrdə xətalı tərcümələr verərək bunu etməyə çalışırlar, amma bu da mümkün deyil. Tərcüməyə baxdığınız zaman birinci onun vəfat etdirilməsindən bəhs edildiyini gördük, İsa Peyğəmbərin. O zaman buradakı məsələlər hardan qalır? Məsələn, xristianlıqda belə var. Xristianlığın özünə görə İsa təkcə Məsih olaraq, Meşiyah olaraq Yahudilikdəki anlayışda olduğu kimi, məsələn, onlar da başqa bir Meşiyah gözləyirlər, Mehdi gözləyirlər özlərinə görə. Yer üzünə gələcək. Gələndən sonra 1000 il yerdə yaşayacaq. Sonra ona insanları dirildib, onları mühakimə eləyəcək. Ona inananlarla bu dünyada yaşayandan sonra 1000 il sonra təkrar göyə qalxacaq. Ondan əvvəl Armagedon savaşı və s. kimi olacaq. İnanıcıları var onların. Yəni bu inancların heç biri əslində Qurana uyğun deyil. Belə bir anlayış yoxdur. Quran bizim üçün həqiqətən Mehdi gözləyirsə, Quran özü Mehdidir. Həmin orada bütün gələn qaydalara, bizə göstərilən yola uyğun olaraq həyatımızı yaşadığımız zaman bu bizim üçün bir həyat yolu kitabı olacaq. Bizə həyatımızı asanlaşdıracaq. Amma dediyimiz məsələlər, rəvayətlər, digər məsələlər bizim həyatımızı daha da çətinləşdirib, qəlizləşdirib bizə gətirib çıxarır. Bunlar isə heç bir şəkildə İslamın yeganə və tək mənbəyi olan Qurana uyğun deyil. Şükür eləmək, yaxud da naşükür olmaq, bu bizim seçimimiz isə. Və gələcəkdə dediyiniz kimi biz bunun nəticəsi ilə qarşılaşacağıq. Daha doğrusu ya cənnətlə ödülləndirilecək, ya da cəhənnəmlə cəzalandırılır. Bu halda buna seçim demək doğru olardı mı? Yox, bu nətərdir? İnsan necə olur? Məsələn, biz deyək ki, öz övladlarımıza, ailəmizə, uşaqlarımıza və yaxud da təhsil verdiyimiz gənclərə yol göstəririk ki, bunu elədiyiniz təqdirdə, yaxşı oxuduğunuz dərsdə imtahandan keçəcəksiniz. Eləmədiyiniz təqdirdə imtahandan kəsiləcəksiniz. İmtahandan keçən insan artıq özü üçün müsbət bir yol cığır açır və o yolla davam edir. Keçənməyən insan isə sabahlarım gedib həmin o təhsilini də heç eləyir, öz həyatını daha mənfi bir şəkildə yaşayır. Əgər bunlar əməllərə sirayət elədiyi təqdirdə o insan ya mükafatlandırılmış olur, ya da cəzalandırılmış olur. Əgər xeyr, bir insan öz beynində düşündüyünə görə cəza və yaxud da mükafat almır. Bir insan haqqında yaxşı da düşünə bilər, səhv də düşünə bilər. Əsas problemlər, məsələ həyata keçirildiyi təqdirdə səhv yol tutan, həmin o səhvlərlə davam eləyərsə, bu elədiyi seçimi, nəticəsini o cürə gördüyünə görə əvəzini görəcək. Yaxşı adam da təbii ki, yaxşılıqlar elədiklərinə görə mükafatlandırılacaq. Bəs əgər dində haram buyurulan, məsəl üçün, yeyilməsi qadağan olan qidalar var, spirtli içki içmək günahdır. Deyək ki, spirtli içki içir, amma könül də qırmır. Donuz əti yeyir, amma bir çox ibadətkardan daha çox ibadət göstərir. Bu halda onun cəzası cəhənnəmdir ya cənnət deyən, bunu necə dəyərləndirmiyorlar? Bilirsiniz necədir? Bunu müqayisəmiz biraz fərqli olmalıdır. Çünki bir insan namaz qılmırsa, namaz qılmayanın Quran-ı Kərimdə bir cəzalandırması yoxdur. Amma qıldığı zaman daha yaxşı olur. Neyinirsən? Çünki Allahla bir ünsiyyətdə olursan daim. Eyni zamanda neyinirsən? Qurandan bir təlim eləmiş olursan, Quranı hər gün gündəlik 5 dəfə oxumuş olursan. Öyrənmiş olursan. Bunu mütaliə eləmiş olursan. Çünki Qurandan oxuyuruq biz. Quranı ayrı vaxt gündə kim açıb 5 dəfə oxuyur ki? Demək olar ki, heç kim. Ona görə bu bir təlim olur. Amma deyək ki, bir insan səhv eləyirsə, deyək ki, burada biri var, məsələn, hər hansısa bir insan dövlətimizdə də səhv eləyirsə, səhvinə görə bu həbs edilirsə, təbii ki, nəticə etibarı ilə, müəyyən bir müddət cəzasını alandan sonra çıxır. Yəni, bu hər zaman pis insandır deyə bilmərik ki, islah olunmaq üçündür. Ona görə bəzən bu qurumlarla bağlı islah əmək müəssisələri deyirlər. Yəni, islah olunmaq üçündür. Bir insan səhv eləyə bilər. Məsələn, bu günlərim iş yerində bir insan əgər işin qaydalarına tərs hərəkət elədiyi zaman neynir? Bu töhmət alır. Sonra ikinci dəfə davam elədiyi zaman şiddətli töhmət alır və üçüncüdə təbii ki, buna uyğun olaraq işdən ixrac edilir, uzaqlaşdırılır, kənarlaşdırılır.
Burada da elədir. Bir insan səhv elədiyi zaman o səhvinə uyğun olaraq cavabını alacaq. Yaxşılıqları çox olarsa, yaxşılıqlarına görə mükafatını alacaq. Çünki bu elə bir tərəzi deyə bilərik ki, tərəzidə o demək deyil ki, səhvsiz və yaxud da ancaq yaxşılar olacaq. Xeyr, səhvlə deyək ki, düz çəkiləcək, misal üçün deyirəm, yaxşıları çox olanlar cənnətə daxil olacaqlar. O demək deyil, məsələn, peyğəmbərlərin də səhv olub. Qida ilə bağlı qadağalar, dində haram buyurulanlar, daha çox insan canına verdiyi ziyanda. Bəli. Canına verdiyi ziyana görə niyə görə gedib orada cəzalansın? Yox, məsələ onunla bağlı deyil. Baxın, Quran-Kərimdəki haramlar bəllidir. Çox böyük bir orada belə yüzlərlə bir haramdan söhbət getmir. 4-5 dənə haramdan bildirilir. Maidə surəsinə baxdığımız zaman görə bilirik. Həmin oradakı haramlar nədir? Məsələn, leş əti yeməmək. Sonra leş dediyimiz, sonra bu qanı yeməmək, donuz əti yeməmək. Bu kimi məsələlərdir. Qısa, konkret. Yəni bunu yediyinə görə Allah demir ki, səni cəzalandıracaq. Sən sadəcə məsələn spirtli içki içdiyin zaman sən nə edirsən? Artıq sən olmursan. Sən olmadığın zaman sən ayrı vaxtda özünə rəva bilmədiyin hərəkətləri eləmiş olursan. Və sabahlarım, məsələn, deyək ki, bizə həmişə uşaq vaxtı öyrədilən bir yanaşma var idi ki, bir insan gətirirlər ki, bunu qətlə yetir, eləmir. Deyirlər ki, başqa birinə təcavüz eləmir. Deyirlər, içki var, deyir, bunlardansa birini içkini içərəm. İçki içəndən sonra insan özündə olmadığına görə digərlərini də eləyir. Məsələn, bunlar yenə də o haram qoyulan məsələ sənin əməllərinlə bağlı məsələdir. Deyək ki, əgər sən bunu həyata keçirdiyin təqdirdə, həyata keçirib pis əməllər törətdiyin təqdirdə, başqalarına zərər verdiyin təqdirdə əvəzini alırsan. Yoxsa mən donuz əti yediyimə görə cəhənnəmliyəm deyə bir ifadə yoxdur. Onu demək istəyirəm. Bəli, bəli. Yəni bu özümə ziyanlı. Bəli. Cəzasını mən niyə çəkməliyəm? Təbii ki. Belə bir şey də var. İnsanın özünə cəzalandırılması da bu bədən bizə əmanətdir. Bu əmanətə xəyanət eləmək də özü günahdır. Çünki intihar eləmək və yaxud da öz bədənimi istədiyim hərəkətləri eləmək də doğru deyil. Yəni və yaxud da övladımız mənim övladımdır deyib, 9 ay onu mən dünyaya, ana bətnində gəzdirmişəm, dünyaya gətirmişəm, istədiyim kimi hərəkət eləyə bilərəm, deyə bilmərəm. Artıq o da dövlətin nəzarətində olan bir əmanətdir. Onu müəyyən bir yaş həddinə qədər siz yetişdirə bilərsiniz. Müəyyən bir dövrdən sonra dövlət gəlir, oğlandırsa əskərliyə və yaxud da qızdırsa, sabahlarım artıq müstəqil şəxs olaraq öz həyatını rahatlıqla davam elətdirə bilər. Artıq 18 yaşından sonra biz onun rəsmi olaraq nə ailə həyatı qurmasına, nə deyək ki, təhsilinə, nə hər hansısa bir həyatına heç birinə qarışa bilmərik. Və qarışdığımız təqdirdə dövlət bizə qarışdığımıza görə üzərimizə gələ bilər ki, sən nə haqla başqasının həyatına müdaxilə edirsən. İrandakı siğə məsələsinə toxunarız son olaraq. Ona münasibətiniz necədir? Daha doğrusu, yəni nə anlam daşıyır? Baxın, bu siğə məsələsini həmin o sadəcə olaraq Cəfəri məzhəbi, İmamiyyə məzhəbi və yaxud da Şiə məzhəbi deyən insanlar bunu öz zərərlərinə götürürlər. Onlar deyirlər ki, Qurani-Kərimin Nisa surəsindəki bir ayəni, 24-cü ayəni səhv eləmirəmsə, əsas qəbul eləyərək, orada qadınlara verilən ücrət əvəzinə ucurəhunna sözü keçir. Onu iki nəfərin arasında olan münasibət qarşılığında verilən bir vəsait kimi təqdim edirlər ki, halbuki Quranın həmin o ucur sözünü götürdüyünüz zaman, ücrət sözünü götürdüyünüz zaman başqa ayələrdə də keçir. Bu qadına verilən əslində mehirdir, mülkiyyət haqqıdır. Məsələn, ailə həyatı qurulduğu zaman qadına verilən bir vəsait olmalıdır, boynuna götürülüb. Ki, niyə sabahlarım kişi olmadığı təqdirdə, vəfat elədiyi təqdirdə və s. o qadının şəxsi vəsaiti olur. O qadın həmin o müddət ərə gedənə qədər və yaxud da müəyyən bir məsələsi olana qədər olmadığı təqdirdə onu istifadə edərək özü və yaxud da uşaqlarını həyata keçirməlidir. Bununla bağlıdır. Yoxsa məsələn, siğə dediyimiz anlayış, üzr istəyirəm ifadəmə görə, bugün əxlaqsızlığa dini don geyindirməkdən başqa bir şey deyil. Çünki şahid olmur, iki nəfər özləri öz aralarında qərar verir. Bundan sonra sabahlarım heç bir məsuliyyət daşımırlar. İddət müddəti dediyimiz anlayış evliliklə bağlı elə bir əlaqəsi olmur bunun. Ondan sonra miras dediyimiz vərəsəlik hüququ olmur bunun. Hətta siğədə elə deyirlər ki, sabahlarım qarşındakı qadının evli olub olmadığını soruşmadan belə ona yanaşa bilirsənsə, bunun adına başqa nə demək olar? Bəs niyə bu yanaşma yaranır? Çünki insanlar yenə də dediyim kimi özlərinə rəva bilmədiklərini, sırf məsələyə başqa cür yanaşdıqlarına görə, beyinlə düşünmədiklərinə görə, yəni özlərinin ehtiraslarını bu cürə qələmə verib və bunu da din adı altında dini don geyindirərək həyata keçirirlər, təəssüflər olsun ki.
Elşad Miridən Quranı sevdirəcək yeni əsər. Ali İmran surəsinin izahlı tərcüməsi. Quranda başa düşülməyən ayələr varmı? Quran Tövratı və İncili necə təsdiq edir? Allahdan qorxan, Allahı ürəkdən sevə bilərmi? Quranda kişilər qadınlardan üstün tutulurmu? Qurandakı şəhid, cihad, rəsul, qeyb sözlərinin mənası nədir? Bu kitabda bir çox suallarınıza cavablar tapacaqsınız. Kitabı 051 408 08 88 nömrəsinin WhatsApp-ına yazaraq və 012 408 08 88-ə zəng edərək əldə edə bilərsiniz. Dini darların rəvayətlərindən yorulmusunuzsa, nağıllardan bezib haqqı axtarırsınızsa, İslamda nələrin olub-olmadığını bilmək istəyirsinizsə, Elşad Mirinin İslamda varmı kitabı göydən düşmə olacaq. Əldə etmək üçün 012 408 08 88-ə zəng edin. 051 408 08 88 WhatsApp nömrəsinə yazın.